İstersen. Selamun aleyküm. Dostlar, xoş gördük. Umarım ki yaxşı günler olsun. Bayramın 13'ü də geçti, bayram ayının, və umarım ki sizlərə xoş geçmiş olsun bu günlər. Güney Azərbaycan Milli Fəallar üçün jurnalism dərslərinin 28-ci bölümünün əvvəlinci hissəsinə başlayıram. Jurnalism dünya görüşü yaradır başlığı altında. Bu nə demək? Əvvəl bu jurnalism dünya görüşü yaradır nə demək? Əvvəl bunu məna eləyim. Farsca cəhanbini deyirlər. Ya zehniyyət sazi, ya zehniyyət afərini. Yəni, jurnalism bir elm və bir hünər və bir teknolojidir ki, onunla insanların zehnin yaradırıq. Zehn nədir? Zehn bir gücdür məğzimizdə, beynimizdə ki, orada biz hər nə mənə görürük, eşidirik, hiss edirik, iyilirik. Onların hamısı orada zəxirə olur. Orada save olur. Bir, əgər kompüterə bənzərsək, bir hard drive-dır. Çünki bir P-dir, bir no P-dir, yağdır. Bir no P-dir ki, o P-də bu imkan yaralanıbdır içindəki hər nə mənə ora batırsa qalar. İndi bunu gözümüzlə görək, burnumuzdan iyiliyək, əlimizlə bir şey ləms eləyək, yəni bədənimizlə ləms eləyək, ya gözümüzlə, ya qulağımızla eşidək, ya burnumuzla hiss eləyək, iyiliyək. Bunların hamısı bizim bu beynimizdə olan piyin içində saxlanır. İndi sual budur. Jurnalismin nə rolu var burada? Jurnalism burada nə karədir? Nəçidir? Əgər diqqət eləsək ki, hər uşaq nənədən olanda zehninin bu piylərində, yəni zehni deməyək, beyninin o piylərində, beyində də, türkçədə də beyin deyirik. O beyinlərində ata-ananın biraz səsləri eşikdən zəbt olubdu, qalıb orada. Biraz da ananın duyğuları mümkündür, ora müntəqil olar, %100 müntəqil olur. Biraz da ayrı bir məlumat çox az, yəni mümkündür uşağın trilyondan bir zehnində olan, sonraki zehnində olacaqdır, onun trilyonda olanda bir də belə ana qarnından çıxınacan uşağın zehninin piyinə girməyibdir. Amma elə ki doğuldu, uşaq
hər nə ki eşidir qulağı ilə, hər nə ki eyilir burnu ilə, hər nə ki görür gözü ilə və mütəvəccihdir ya yox, mühüm deyil ki, biz bir şeyi görürük ya yox. Biz maşın sürürük, caddəyə mütəvəccih, amma caddənin qıraqlarında görürük. Amma özümüzün təvəccühümüz onda deyil ki, görürük. Bizim zehnimiz onları bilir. Və hər nə mənə ki, bizim bədənimizin dərisi ləms eləyə, bunlar o uşağın zehnində yazılır. Yəni, uşağın zehni ağ kağız kimi bir şeydir. 4 cəhətdən bunun üstündə yazılır. Heç olmasa biri dedim eşitməkdir. Biri əlin, dərinin hissiləridir. Biri qulaq görməkdir və biri burundur. Yazanlar kimdir? Bu adamlar ki otururlar bu beyinə bu nəqşi çəkirlər. Bu yazını yazılı onlar kimdirlər? Əvvəldə nənədir. Sonra dədədir, sonra yaxın famililər, dostlar, aşinalardır, sonra yoldaşlardır, sonra qonşu, baca filan bunların adamlarıdır, famililəri uzaqlaşdıqca biraz uzaqlaşır, məhəllə uşaqlarıdır, mədrəsə uşaqlarıdır, ondan sonra gəlgit hər kəsin olsa iş yerində, dərs yerində, nə bilim, müəllimlərdir, radiodur, televizyondur, ruznamədir, kitabdır. İndi mənim bir nəvəm var, 7 aylıqdır. Hələ 7 aylıq da kamil 8 aylıq olmayıbdı. 5-6 gündən sonra 8 aylıq olacaqdı. 4 ayda bu uşağa kitab oxurlar. 4 ayda bu uşağa nəqqaşı göstərirlər. Yəni o uşaq hər vaxt ki bu kitabı alırlar əlinə oxuyarlar, bunun nəqqaşısını görür, rəhlərini görür, qiyafələri görür. Ondan sonra onlara görə bunların nə cür danışıqlarını görür və hiss edir. Yəni, həm də o yazıları görür. Bəlkə indi baş tapmır, amma o yazıları da əksi kimi görür zehnində. Bunların zehninə, uşağın zehninə zəbt olur. Kitabdır, kartona baxır, radioya, biz indi istəyək, istəməyək, radio ya televizyonumuz açıq olanda, kompüterimiz açıq olanda, musiqi açıq olanda, bu uşaq əcibə sudan gələn çeşməli qızdır, ay bəribax bəribaxdır, bunlara əcibə oynur. Yəni bu uşaq indi məsələn 4 ayda əgər oynur bu oxumaqlara, bu 4 ayın içində bu bunun sümüyünə geçibdir. Yəni iliyinə geçibdir əslində. Sümükdən də geçib iliyinə. Bilirsiniz, yəni radio, televizyon, internet, ruznamə, hər nə mənən ki baxır. Hər dəfə ki bu gəlir bura, mənim bu keyboardumla oynamağa başlayır. Harada bu keyboardu görübdür? Amma oynamağa başlayır. Və bunu deməkdir ki, bu uşaq bunları alır zehninə, zəbt edir. Bu uşağın cəhanbinisi ya dünya görüşün şəkilləndirir. İndi hələ tüm naqisdir, bunun məlumatı o qədər dünya görüşü yoxdur. Dünya görüşü nədir? Nənəmdir, bu mənim dədəmdir, bu mənim babamdır, bu böyük nənəmdir, bu xalamdır, bu dayımdır, bu itimizdir, bu pişiyimizdir, bu bizim, məsələn, mənim paltarımdır, bu oyuncağımdır, bu kitabımdır. Amma dairəsi genişir. Hər gün bu dairə ki, bunun dövrəsində var, hər gün inkişaf edir, hər gün yekəlir. Mağazalara gedir. İndi evdə oturmur, mağaza göylistir. Hər dəfə ki gedir mağazaya, taza bir şeylər görür, taza bir adamlar görür, taza bir bu gözü istər-istəməz bunları alır. Ondan sonra birinə məsələn istəyir ki, hamı buna təvəccüh eləsin, baxır adamlara, zol vurur, gülür. Əgər onlardan gülmək görsə ya səlaməlik eləsələr, uşaq səvinir. Səlaməlik eləməsələr, uşaq səvinmir. Hətta narahat olur. Niyə məni danışdırmırlar? Niyə bunlar bədəxlaqdırlar? Uşağın zehnində mən, mənimkilər, mənim olmayanlar şəkillənir. Yəni uşaq yavaş-yavaş bilir ki, bax, mən varam, mən dünyanın mərkəziyəm. Bu xanım mənim nənəmdir, bu dədəmdir,
Bu babamdır, bu böyük nənəmdir, bunlar xalalarım, bu da dayım, bu da mənim pişiyim, bu da mənim itim, bu da bizim maşınımız, bu da bizim evimiz, bu da bizim qapımız, bu mənim kitabım, bu mənim oyuncağım, bu mənim küpüm, bu mənim hər nə mənim ki, uşaq onları görür. O yerlər ki, mənim deyil. Evdən eşikdə çıxır, adamlar fasilə tuturlar, danışmırlar, onlardan xoşu gəlmir. Məsələn, mənim bir damadım var, ondan xoşu gəlmir. O mənim deyil. Yine uşaq dünyanı tanımağa başlayır. Cəhanbini yani bu. Bundan cəhanbinin en sonu bu olacaq ki, bu adama bir nəticə verəcək. İndi o nəticəyə də yetişərəm. Jurnalizm dəqiqən bu işi görür. Jurnalizm indi radyodan ola, televizyondan ola, internetten ola, ruznamədən ola, məcəllədən ola, Facebook'tan ola, Telegram'dan ola, her yerden olur olsun, jurnal bilirsiniz, yani gündəlik yazı. Əslində gündəlik yazıya jurnal deyirlər. Ya yazıya jurnal deyirlər. Bunların hamısı yığışanda birbirinin dibinə olur jurnalizm. İndi jurnalizm bir de insan gerek gedə mədrəsədə öyrəşə, danışqahda öyrəşə, 2 il, 4 il, 6 il, 10 il dərs oxuya, ola jurnalist. Bir de insanlarda Allah'dan ya nənədən vermiş bir cəsarət var. Bir başarıcılıq var, gəlir olur, yazır olur da. Danışır olur da. Siyaset oxumayıb siyaseti bilir. Bir zirəhlik, bir zəkavətdir. Jurnalizm de buna tayyip. Ama bunlar ki yazırlar, jurnalistlik bir işi görürlər. Hangi medya olur olsun, onun təsirində biz qalırıq. Sinema olsun, karton olsun, film olsun, bunlar da bir ayrı medyanın bir ayrı işləridir. Elə jurnalism təhbu deyil ki, fəqət yazı yazırsan. Cədvəl çəkirlər, karton çəkirlər, əks alırlar. Bunlar hamısı jurnalizmin bir parçasıdır. Hatta bir zaman jurnalizm gəldi, indi bu Avrupa'da, Amerikada daha inkişaf eləyib, bəzi kitablarda beləsi iş görürlər. Uşaq kitablarında xüsusən. Səfəni qalin qoyurdular. Bir səfər ruznamədə qalin qoyurdular. Ya məcəllədə qalin olurdu. Onu atırdın. Üstündə bir şey vardı. Üstünə təsbih yapışımı. Onu atırdın. Ətir qalxırdı. Sən bu ətri istirsən alasan. Adam vururdu, iyilirdi, sürtürdü üstünə, ətirdi, otkolundu, hər nədir. Ya krem hətta, üzünə, əlinə krem sürtürdü. Xoşu gəlirdi, ya gəlmirdi, onun üzündən qərar verirdi ki, neynəsin? İndi deyirəm, mənim nəvəmə kitab alıblar. İstir desin ki, itlərin hərəsinin tükünün fərqi olduğu üçün adının da fərqi var. Quyruğu bu cürdür, qulağı bu cürdür filan. O qismətləri qalin eləyiblər, itin tükündən biraz qoyublar ora. Yapışdırıblar, qopburi, uşaq onu əllir. Əlləmək türkçəsi ləmsələməkdir. Farsçası ləmsələməkdir, türkçəsi əlləməkdir. Onu əllir belə şey olur. Bilir ki, bu itin, o itin tükü belə olar. O birisinin o itində tükü belə olar. Cəhanbinisi hər gün çoxalır. Dünya görüşüsü çoxalır. Jurnalizm dəqiqən bu işi görür. Jurnalizm xəbər yazmaqla bizi dünyamızla tanış edir. Fikri buyurun ki, insanlar 500 il bundan qabaq bilmirdilər Amerika nərədir, hardadır. Əslən Amerika var ya yox. Ya əslən bilmirdilər ki, məsələn, kətlərindən ya şəhərlərindən bir neçə kilometr uzaqda bir ayrı yer var ya yox. Çünki əslən ömür boyu mümkün deyildi oradan çıxıb bir yerə gedələr. İmkan çox az idi, hər adam çıxıb gedə bilməzdi. Amma indi hamı Amerikanı bilir. Hardan bilirlər? Yəni İranlıların yüzdə neçəsi gəlib Amerikaya ki, hamı Amerikanı tanır? Heç neçəsi, yüzdə gələr ikisi, üçü, biri. Amma yüzdə yüzü Amerikadan danışır.
Amerika elədi, belədir, güclüdür, gücsüzdür, dostdur, düşməndir. Bunlar cəhanbinidir. Ha, baxın bir, bunlar hangi qəza, oranı ki deyirdim biz deyəcək yox, cəhanbininin sonucu mühümdür. O sonuc, o nəticə ki biz gördüklərimizdən, eşitdiklərimizdən, hiss elədiklərimizdən alırıq, ona cəhanbini deyirlər. Məsələn, biz bir camiədə milyonlar adamı görürük, yüz minlər adamı, 10 minlər adamı görürük az olanda. Onlardan birini sevirik. Ürəyimiz aparır. Bu adamlar görüşündən bunların səslərini eşitmişik, görmüşük, hətta bəlkə bunlarını əlləmişik, bunların əlləri, yəni əl vermişik, əlləmişik falan, hiss eləmişik bunları, səslərini eşitmişik, üstlərindən gələn iyləri iyləmişik. Biz bu adamlardan, milyonlar adamlardan zehnimizdə bir təsəvvürümüz var. Biri pıntıdır, biri nə bilim təmizdir, biri əyridir, biri üyrüdür, biri oğrudur, biri... Bu hərəyə bir şey qoymuşuq. Nəhayətdə bunların içindən bir neçə nəfəri dost seçmişik. Hamı ilə dost olmamışıq. Dostlarımız da hey əliruq, qəlbirruq. Bunların içindən dərdə dəyəni saxlayırıq, dərdə dəyməyəni atırıq kənara. Bu bizim cəhanbirimizin əsasındadır. Dostumuzu nə cür seçirik, düşmənimizi nə cür seçirik? Mənfəətimiz nədir? Zərərimiz nədir? İnsaniyyət nədir? Kim mənə zərər vurur, kim mənə zərər vurmur? Yaxşı nədir, pis nədir? Əxlaq nədir, ziddi əxlaq nədir? Biz bu nəticələri alırıq. Bu olur bizim qəzavətimiz. Cəhanbini, yəni o dünya görüşü bizi yetirir sonuçlara. Bu sonuçlar çox kiçiklərdən başlar, ta böyük sonuçlara. Məsələn, mən niyə bu qələmi alıram, o birisini almıram? Mən niyə bu paltarı bugün giyirəm, bu giymirəm? Bunlar sonuçdur. Yəni bu öz başına deyil ki, mən gələm deyəm ki, okey, mən elə hər gün məsələn filan rəngi giyəcəm. Niyə məsələn bu günləri bu rəngi giymişəm, o birisi rəngi giyməmişəm, sarı giyməmişəm, qırmızı giyməmişəm, ağ giyməmişəm, yaşlı giyməmişəm. Niyə giyməmişəm? Bu mənim bugünkü sonuc almağımdır dünyadan. Bugünkü. Bir saatdan sonra nə cür olacağım, o da bəlli deyil. Mümkündür bir dana bir hadisə üz verə, mənim ruhum, rəvanım, o dünya görüşüm dəyişə bu üçün bir ayrı təsmin tutam. Bunları çıxadan qoyan bir ayrı bir iş görəm. Məsələn, mən bu günləri bunları çıxartdım, astım oraya, gəldim, baxdım, görüm saat 12-ni, 10 dəqiqə keçi getdim, dubarədən giyindim, gəldim, kravat istədim, bağlayayım, sonra bağlamadım. Bu qədər kiçik bir məsələlərdən dünya görüşü başlayır, ta gedir bura ki, din nədir? Mən din seçim ya yox, Allah var ya yox, o birisi kürələr var ya yox, o birisi dünya var ya yox, pis şey var ya yox, yaxşı şey var ya yox, əxlaq yaxşıdır ya pisdir, əxlaqsızlıq yaxşıdır ya pisdir, nə əxlaqdır, nə əxlaqsızlıqdır. İnsaniyyət nə deməkdir? Haqq nə deməkdir? Hüquq nə deməkdir? Dövlət nə deməkdir? Bunlar o şeylərdir ki, biz yavaş-yavaş nəticə alırıq. Ondan sonra indi adamlar gəlir, bunların üstündə biri müsəlman olur, yəhudi olur, Məsihi olur, konfusiyus olur, ateist olur, kommunist olur, nə bilim, sosialist olur, marksist olur, tarix belə getdi, ictima belə oldu. Bunlar bir şeylərdir ki, yavaş-yavaş təxəssüsləşir, gedir adamlar bir şeyin içində bir şeylərə tapır ya tapır, ya əldən verir hətta. Yəni bir şeylərə dünən necə inanmışdıq, bu gün əldən veririk. Jurnalizm bizə bu dünyanı yaradır. Əgər jurnalist özü bu dünyası mənim yumruğum yekəlikdə olsa, o bizə yaratdığı dünya bu özünün o dünyasından da kiçik olacaq. Çünki insanları eləyə bilməzlər. Tamamilə o şey ki, zehinlərində var, onu kağızda yazmaqla ya danışmaqla yetirərlər. Çünki bir də hisslər vardı ki, onları sözlə yetirmək olmaz. Mən axı indi eşqi nə cür tərif edeyim sizə? Çiynəni nə cür tərif edeyim? Nifrəti nə cür tərif edeyim?
Çünki eşq hər bir dildən, hər bir adamdan və hər gün fərqli olar. Hətta bəlkə hər saat eşqin anlamı insanlara dəyişər. Bəzi adamlar eşq bunların içində inkişaf elər. Qolqana da çar. Hər ləhzə bunların bunu kağıza gətirmək olmaz. İnanmırsınız, oturun eşqə görə kitab yazın. Gərək misal yazasınız. Öz içinizdəkin yazın. Kəlmələr tikrar olacaq. Amma sizin o fikriniz tikrar olmayacaq. Jurnalist bunun üçün yazmaq gücü zəifdir. Xüsusən nə qədər lüğət az başarsa, o zehnindəki olan fikirləri, duyğuları, ehsasları az eləyə biləcək yazsın. Məsələn, biz burada gedirdik ingilis klasslarına, bədbəxtənə bu xariciyə köçmağın belə bir müşkülü var. Mən bunu daha inanıram və çalışıram farslara da bunu inandıram ki, ikinci dil öyrəşmək böyük yaşda, kiçik yaşda yox. Kiçik yaşda uşaqlar 10 sinəcən bəlkə 4 dili, 5 dili eyni zamanda bir-birinin dibində, bir-birinə qatmadan öyrəşərlər. Zehnləri çox rahatlıqca, məsələn, bizim burada Kanadada elə adam var ki, nənəsi ingilislidir, dədəsi fransəlidir, böyük nənəsi çinlidir, o birisi dədəsi məsələn hindilidir. Yəni bu uşaq ingilisini oxur eyni zamanda, fransəni oxur, yəni danışır, oxur, öyrəşir, hindini və çinini öyrəşir. Heç müşkülü olmaz bu uşaq. Gücü çoxalar, zehni gücü çoxalar. Amma bir yaşdan o üzə uşaq konfüz olar, böyük də konfüz olar, qatar, qatışdırar. Dünənləri bizim dostlardan biri danışırdı Tehrandan. Tehrandan buna bir farsı pəyam gəlmişdi. Bu ona istirdi farsı cavab verə, amma özü türkdür. Deyə onu gördüm, əvvəldə türklə başladı, farsla getdi, ingilisi ilə qutardı. Konfüz olur. Yəni, zehnində eləyə bilmir təmərküz eləsin. İkinci dili yuxarı yaşlarda öyrəşmək rahatdır, demirəm rahat deyil. Amma birinci dili bəlkə 3 ildə, 5 ildə, 10 ildə öyrəşər adam, nənədən olandan ta dəbiristanadan öyrəşər, qutarar. Təxəssüsə keçər. İkinci dili 13 ildir biz Kanadadayıq, öyrəşmək halındayıq, məsələn, öyrəşmək halındayıq. Amma indi Kanadada yaşayan bir İranlı, bir Çinli, bir Hindili, bir Ruslu, bir Almanlı, diqqət buyurun, nə deyirəm ha, bir İtalyalı, fərq eləməz, görürsünüz, tamam millətlər deyirəm, demirəm Fars, Türk, yox, tamam millətlər. 10 ildən sonra hələ bir 7 yaşında uşaqdan dil başarmış. İlla ki, bəzilər şans gətirir, elə bura gələndə subay gəlir, ya gəlir burada evlənir, ya bir model olur ki, bunun işi düşür bir xarici bir qrupun içinə. O heç. O mümkündür, biraz inkişafı çox ola. Amma o adamlar ki, bizə gəlirlər, öz communitylər, öz insanlarının içində, tanıdığı insanlarla gəlgətləri vardı. İşləri də mənə tay məhduddur. Yenə də bir də İranlılarla işləyirlər. Bunlar 50 ildən də sonra görürsünüz ki, zehni ingilisləri, dili ingilisi dilləri bir dənə 3 yaşında uşaqdan azdır. Ləhcədən danışmıram ha. Demirəm ki, Kanadiyalar məsələn sözlərin axında deyirlər ki, məsələn biz Qərədağda ədə deyəruq. Gələdə Ərdəbillilər məsələn ya şeylər ayetim deyərlər. Kanadalılar da ey deyərlər. Məsələn istəyirlər bir xanıma deyərlər ki, sən gözəlsən, ya bu gün gözəl görünürsən. You look məsələn beautiful today, ey.
bunları danışmıram, ya ləhcəsini danışmıram. Məsələn, Kanada ləhcəsi yoğundur. İngilistan ləhcəsinə görə ya Avstraliya ləhcəsinə görə ingiliscə yoğundur. Azərbaycan dili ilə, Güney Azərbaycan dili ilə, Quzey Azərbaycan dilini müqayisə edin. Dilin yox, ləhcələrin, səslərin. Quzey Azərbaycan yoğun danışırlar. Türkiyəlilər nazik danışırlar. Güney Azərbaycanlılar bunların ikisinin ortasında danışırlar. Güney Azərbaycanın özündə bunları demirəm, o fərqləri demirəm. Dili deyirəm. Dili sadəcə qələt-qulət danışmağı deyirəm ki, adam eləyə bilər, öz istədiğin deyə. Burada ki, zehnində bir müşkülü var, istəyir onu deyə, bir məsələsi var, onu deyə bilər. Bu qədər çətindir. İndi, pəs biz, bunu da deyim ki, biz əslən kəlmədən xaric və duyğudan xaric deyim, çünki bir də duyğular da var, fikirləşə bilmərik. Yəni biz hər nəyə fikirləşirik, Allaha, yerə, göyə, Allah deyəndə biz Allahdan heç təsəvvürümüz yoxdur. Biz kəlmə yaratmışıq Allah, sonra ona bir fəzai layəntəha vermişik zehnimizdə, ucu bucağı olmayan bir yer vermişik. Deyəndə Allah bir dənə açıq boş yer gəlir zehnimizə. Məsələn, göy. Onun üçün də göyə baxırıq dua eləyəndə. Elə bir Allah göydədir. Çünki göydə məhdudiyyət yoxdur, fəza yox, fəza açıqdır. Biz o cürsüdə yerə baxanda fəzamız məhdud olur. Biz hər şeyi bu zehnimizdə kəlmə əsasında qururuq. Kəlmə əsasında fikirləşirik, kəlmə əsasında da danışırıq, kəlmə əsasında yazırıq. Əgər bir şey istəyək, fikirləşək, amma bəşər ona görə fikirləşməyibdir və biz dünya görüşümüz onu bizə nəticə olaraq verib. Yəni biz bir də eşitdiklərimizdən, gördüklərimizdən, danışdıklarımızdan, ələdiklərimizdən, ləmsimizdən və iylədiklərimizdən bir dənə nəticə almışıq ki, insanlar bunu görəsin. Ya biz tanıdığımız insanlar, oxuduğumuz kitablar, ruznamələr, məcəllələr, filmlər, sinemalar, bura biz gördüyümüz dairədə o yoxdur. Bir dənə nəticə alırıq. Bir dənə dünya görüşünə çatırıq. O görüş yoxdur, amma bizdə bir şey var. Ona bir kəlmə yaratmalıyıq. Ona bir kəlmə yaratmalıyıq ki, o kəlmənin əsasında fikir eləyə bilək və o kəlmənin əsasında bu fikrimizi insanlara yetirə bilək. İnsanlara bu kəlməni açıqlayaq, onları bizi düşünməyə, o kəlmənin açıqlamağı ilə köməklik ilə ki, bizi düşünsün. Jurnalismin işi budur. Jurnalism əslində dünya görüşü yaradır. Bizə deyir ki, dünya Amerika haradır? Amerikanın müşəxxəsatı, ayrıntılar müşəxxəsat olur. Yəni bir şeyi bir şeydən ayırmaq. Ayrıntıları nədir? Məsələn, Amerika suların ortasındadır, böyük bir qarrədir. Dilləri ingilisidir. Federal bir məmləkətdilər. Məsihiyyət dinləri vardır, amma hər din orada azaddır, sekulardılar. Dövlət, hökumət, dövlət dində, din dövlətdə dixalət eləmir. Ateşi güclüdür, iqtisadi güclüdür, pulu güclüdür, gəlir orada yaxçıdır, ev ucuzdur, yaşamaq rahatdır. Onun insanları, o insanları ki, oranın pasportu ya oranın kimliyini daşıyırlar, dünyada özlərinə etimadları çoxdur, özgüvənləri özlərinə çoxdur. Oranın teknolojisi yuxarıdır, imkanatı yuxarıdır, maşını yaxçıdır, evləri yaxçıdır, zindicanlığı yaxçıdır, yemağı yaxçıdır, içmağı yaxçıdır, dolanmağı yaxçıdır, suyu çoxdur, nə bilim filanı. Bunlar o şeylər ki, bizi müşəxxəsat, yəni ayrıcılar, ayrıdıcılar bizə deyirlər Amerika nədir? Amerika ilə Fransa'nın fərqini biz yenə ayrıdıcılarla bilirik. Bu ikisi ilə İngilistanın fərqini, bu ikisi ilə İranın fərqini, bu ikisi ilə bunlarla Türkiyənin fərqini, bunların hamısı ilə Ərağın fərqini, bunların hamısı ilə Əfqanistanın fərqini və hər yeri ki deyirik, bunları orada görürük. Bunları orada
jurnalizmin vəsiləsi ilə biz görürük. Bəli, özümüz gedib görməmişik. Biz çox şeyləri bilirik ki, özümüz ona çatmamışıq. Tamam o qəvaid şimi, riyazi, fizik, nəqqaşi, əkkasi, iş, bunların hamısını ki, indi işləyirik ya öyrəşirik, ya başarırıq iş üstə, bunların heç birisinin %99'unu özümüz kəşf eləməmişik. Biz bunları ayrı adamlardan almışıq. Bizim heç dəlimiz yoxdur ki, bir ilə bir iki elər. Amma qəbul eləmişik. Bizim heç dəlilimiz yox ki, dünya, yer kürəsi dünyanın mərkəzidir, ya yer kürəsi dünyanın mərkəzi deyil. Amma qəbul eləmişik. Eşq yaxtıdır ya pisdir. Əlbəttə bu təcrübə ilə. Bu bizim dünya görüşümüzdəndir. Buna bir iddia deyirlər ki, cəhanbini, ideoloji, ideoloji cavab verir. İdeoloji ilə cəhanbininin fərqi budur ki, biz indi dünyanı nə cür görürük? Adil görürük, zalim görürük, istismarı görürük, istismarı görürük, dini görürük, dinsiz görürük, Allahlı görürük, Allahsız görürük, biri Allahlı, 100 Allahlı, nə bilim, nəcat pərəstana görürük, insani görürük, hüquq bəşər əsasında görürük, demokrasi əsasında görürük, liberalizm əsasında görürük, sosializm əsasında görürük, marksizm əsasında görürük, İslam əsasında görürük, Yahudiyyət əsasında görürük, Konfüsiyus əsasında görürük, Buda əsasında görürük. Hər nə əsasında ki, bu dünyanı görürük, o bizim dünya görüşümüz olur. Dedim, yəni ateist də bunların içindədir. Lazım deyil ki, biz hətmən din ilə dünyanı görürük. Hər nə fikrin ki, biz dünya beləsi olmalıdır ya şeydir. Ondan sonra bizdən sual soruşanda biz onun əsasında cavab veririk. Bir iddialar indi məsələn, hər nə mənə sən soruşsan, Marksın əsasında, Marksın yazılarının, indi ya elə öz yazılarının əsasında, ya yeni təhlillərin əsasında, amma Marksizm əsasında cavab verməyə çalışır. Yəni əsas paya Marksizmdə Qur'anın, onların Qur'anları, Marksizmin Qur'anı, Marksın yazıldığı kitablardır. İndi bir iddia mollalar tapılıblar, ona təfsir yazırlar, Marksa təfsir yazırlar. Onlar da o cür molladılar. Necə Həzrəti Məhəmmədin kitabına bir iddia mollalar təfsir yazırlar? O da o cürdür. Amma o zaman ki, sən bir sual soruşursan, deyirsən, ağa, bizim ana dilimiz bilafasilə deyir ki, ağa, İran təcziyə olacaqdır. Bu adamın ideolojisi İrançılıqdır. O zaman ki, deyir, ana dili yox, bu adam, yəni, ilinə olmuş bir adamdır. Bu adam, yəni, ya farsçıdır, ya İrançıdır. Ya diktatordur. O adam ki, deyir, ağa, şiədən sonra heç kəs behiştə getməyəcəkdir. Bu adam, yəni, bir dənə panşiəistdir. Allahın yerinə təsmin tutur. Özün Allahın belə yerinə qoyur, deyir ki, heç kəs behiştə getməyəcəkdir. Niyə? Çünki mən deyirəm, mənim inancım, mənim dünya görüşüm budur. Baxın, hətta o mollalar ki, bu günləri təfsir yazırlar, dindən danışırlar, bunlar dindən danışmırlar. Bunlar öz fikirlərin tökürlər, qusurlar. Hətta Əllamə Təbəi kimi bir şərif insan, o zaman ki, Qur'ana görə danışır və deyir, mən Qur'anın özü ilə təfsir edirəm, Qur'an kitab kimi yazsaq 300 səfədir, bunun yazdığı kitab 20.000 səfədir, 10.000 səfədir. Bəs bu Qur'an deyil. Bu adam öz düşüncəsi Qur'anın ayələri ilə oynamaqla istəyir desin ki, beləsi mən düşünürəm. Qur'an onu demir. O adam Qur'anı o cür düşünür. Biz dünyanı nə cür düşünürük? Bir Azərbaycanlı kimi düşünürük? Yoxsa bir Fars kimi, bir İrançı kimi, bir komünist kimi, ya bir Bəhai kimi, ya bir Şiə kimi. Diqqət buyurun. Bu misalları ki, vururam, bunun üstündə bir 6-7 dəqiqə danışırım bu taraf. Bir Fars
pan-fars deyir ki, ağa, fəqət bizim dilimiz, rəsmi dilimiz, müştərək dilimiz, milli dilimiz farscadır. O birisi dillər yox. O birisi dillər təcziyə olar, neynər. Bu adamın cəhanbinisi fars dili üstündədir. Əgər bir nəfər türk dilinə belə baxa, bu da pan-türkistdir. Çünki deyir, ağa, o birisi dillər yox, kürdü yox, ərəbi yox, farsı yox. Əgər belə olsa, bu pan-farsistdir, bu pan-türkistdir. Necə ki, o pan-farsdır, çünki o deyir, türkü yox, ərəbi yox, bəluçu yox, fəqət farsı. Və ona minlər fayda saya bilər, minlər də zərər saya bilər sənin dilinə. Sənin dilinin gəlməsi, türk dilinin, ərəb dilinin, bəluç dilinin rəsmi olmasının zərərləri minlər zərər sayar. Çünki bunun da ideolojiyə çevrilibdir. Hazır cavabı var. Onun ideolojisi nədir? Pan-farsizmdir. Onun əsasında hər nə ki bu pan-farsizmin ziddinə olan mənafiyin xətərə sala, onun zərərlərini cürləyəcək. Onun zehnində ona zərər cürlənəcək. Bunun dünya görüşü bu dəstə. Necə ki, bir pan-İranist, o zaman ki pan-İranistdən danışır, deyir, ağa, İranın belə bir mərziləri var, ya qədim belə bir böyük mərziləri varmış. Oranı mən istəyirəm. Məsələn, pan-İranistlər keçən həftə mən Facebookda da qoymuşam, baxsaz. Yazıblar ki, tüm Kürdlər İranın əsli qovumlarından biridir. Hər yerdə Kürd yaşasa, ora İran hesab olur. Afrin İrandır. Niyə? Çünki Kürdür. Bu adam həman par-farsistdir daha. Çünki Kürdə əvvəl fars bilir, fars dilinin bir şöbəsi bilir, bir qolu bilir. Onun əsasında bir dünya yaradır. Deyir ki, ağa, hər yerdə, necə ki, bir ayrısın, yenə də onu da yazdım, Təbatəbayidən, Seyid Cəvad Təbatəbayidən. Deyir ki, hər kəs, diqqət buyurun, Türkiyədə Moğlananı ki, farsıca yazıbdır kitablarının birazın, deyək ki, %99,99'un farsıca yazıbdır. Hər kəs bunu, ya Türkiyələr əgər bir gün bunu düşünərlər, İranlı olacaqlar. İranlı olmaq nəyin əsasındadır? Fars dilini düşünmək əsasındadır. Yəni, əgər bir nəfər farsı düşünsə, İranlıdır. Tərifdir. Ha, baxın, bu bir dənə tərifdir. Bu ayrıdıcıdır, müşəxxəsədir. Deyir ki, yəni, hər kəs İran dilini düşünməsə İranlı deyil. İran dili nədir? Fars dilidir. Yəni, İran əvvəl, pan-İranistlər bunu belə düşünürlər, İrancılar bunu belə düşünürlər. Biz pan-İranisti, İrancı desək daha yaxşı, farsçı desək türkcə. Əvəzin ki, pan deyək, elə İrancı desək həman mənadadır. Yəni, bu adam deyir ki, mən İranı bir torpaq əsasında və fars dili əsasında tərif edirəm. Ayrıdıcıların fars dili, yaygınlığı və bilməyi, yaygınlığı və bilməyi. Yəni, hər kəs bu dili bilsə farsdır. Məsələn, bir dana türk, bir dana erməni, bir dana Amerikalı, bir dana Rus, bir dana Fransəli, bir dana İngilistanlı, əgər bu dili bilirsə, İranlıdır. Çünki tərif budur, ayrıdıcıdır. Əgər Türkiyəlilər, yəni türklər, bir gün Moğlananın şeirlərini bilsələr, yəni farsı dilin, İranlıdırlar. Pəs İrancılıq burada fars dilidir. Fars dili əsasında bir coğrafiya yalanır. Amerikada 4 nəfər də bu dili bilsə, Amerika İrandır. Çünki orada 4 nəfər adam var ki, farsdır. Necə ki, Kürdlər də dəqiqən beləsi tərif edirlər. Hər yerdə Kürd varsa, ora Kürd vətənidir. İndi, əgər biz deyək ki, ağa, İsfahan türkdür. Niyə? Çünki ora 200 il türklərin paytaxtı olubdur. Oranın mimarisi bizimdir, oranın mühəndisi bizimdir, oranın şəhərsazisi bizimdir, oranın tarixi bizimdir, oranın təməddünü bizimdir və oranın cəmiyyətinin yarısı türkdür. Deyərlər, sən pan-türksən, istəyirsən ki, İsfahanlılar ki, məsələn, farslılar onların əlindən çıxadasın. Bu da gene o İrancılığın bunun qabağında durmaqdır. Bizim axı orada cəmiyyətimiz farsdan çoxdur məsələ. Şirazın özündə yox, bəli ətrafında
99% cəmiyyət türkdür. Diqqət buyurursunuz. Amma biz o cür deyənmirik. İndi komünistlər. İranlı komünistlər, mən özüm də Günas TV-də o dialog bərnaməsində 2-3 dəfə gətirmişəm, gətirəcəm də yenə. Ağay İbrahimi var. Ərdəbillidir ya Təbrizlidir, bilmirəm. Türkçə Ərdəbillidir ehtimal verirəm. %99 Ərdəbillidir. Ağay İbrahimi adında bir dostumuz vardı. Komünistdir. Hizb bu kargərdi nədir ondandır. Rahikardı nədir ondandır. Ərz edim xidmət sizə. Bu adam Azərbaycanı qəbul eləmir. İran deyə İrandan çıxmır. Deyirəm, niyə? Deyir ki, biz mərzi qəbul eləmirik. Yoxsa, mərzi qəbul eləmirsən, İranın mərzilərini də qəbul eləmə. Denən ağa, İranın mərziləri gərək sına, Xavərmiyanədə gərək mərzi götürürlər, biz hamımız olaq. Amma istir xaricidən Amerika, İrana şeyləsin, yox, bizim mərzilərimizə girdi. Amma Azərbaycanlı adam da istir mərzi qursun, yox, mərzi qurmayın, biz dünyanı qəbul edirik. Baxın, bu əvvəl komünizmi qəbul edir, amma komünizmi İran və Fars dilində görür. Yəni İranın mərzilərində görür. Bu mərz dağılmasın, bunun içindəki insanlar mərzi qurmasınlar. Deyirəm, yoxdur, sən niyə Əfqanistanın komünisti olmursan? Deyir, mən Əfqanistanı tanımıram axı. Deyirəm, yoxdur, niyə Azərbaycanın komünisti olmursan? Azərbaycancı komünisti ol. Kuba komünisti var, Kubada. Çin komünistləri var Çində. Yugoslavi komünistləri var orada. Rus komünistləri var orada. Ukrayna komünistləri orada. Azərbaycan komünistləri, Şimali Azərbaycan, Türkmenistan, Qazaxıstan, Ermənistan komünistləri. Bunların hamısının komünistləri vardı. Amma hamısı sosyalist komünistlər. Ya national sosyalist komünistlər. Milli komünistlər. Amma bizim İranda komünistlərimiz əvvəl İrancının da iki mehvər var. Dil və topraq. Bəziləri bunların istimaridir, imperialistidir. Yəni dünya mənimdir, hər yer ki orada 4 dana Fars olsa ora mənimdir. Torpağı mənimdir. Bəziləri yox, biraz insaflıdırlar. Deyirlər, yox, elə indiki İranın üstündə danışaq da, hələ bunu da əlimizdə saxlaya bilsək. Bax, görürsünüz, Azərbaycanlı ya Kürd, ya Türk, əlbəttə Kürdlər də bu cürdür. Kürdlər də nasional komünistlər. Yəni, milli komünistlər, Kürd komünistlər. Əvvəl Kürdəm, sonra komünistəm. Amma Təbrizli Azərbaycanlı komünist deyir ki, mən əvvəl İranlıyam, sonra komünistəm, sonra Türkəm. Əgər desə, Azəri deməsə hələ. Şiə də bu cürdür. O zaman ki Şiə gəlir deyir, ağa, Şiənin mərkəzi fəqət İran və yadından çıxadı ki, Şiə İrana gəlməsi Əraqdan və Lobnandan gəlibdi, Suriyədən gəlibdi. Bu olur pan-şiist. Və ha belə necə ki deyir ki, ağa, mənim dinim İslamda yap düz dindir və o birislərin hətta adlarını da bilmir. Bilmir ki, məsələn, Şiədə neçə qanat var, bunların inancılarının nə fərqi var. Hətta bilmir, məsələn, Ayətullah Şəriət Mədari ilə Ayətullah Xameneyni ilə, Ayətullah Xameneyi deyirəm, Ayətullah Xumeyninin nə fərqi var ortada, bunların İslamlarının və Şiəliklərinin nə fərqi var. Bu adam gəlir, deyir ki, yox, bizim Şiəmiz dünyanın, behişdə biz gedəcəyik, hər kəs Hüseynə gözündən bir qətir yaş gəlsə, gedəcək behişdə. Bu da bir ayrı İrancılıqdır, amma Şiə əsasında. Niyə sən demirsən ki, Azərbaycan Şiəsi? İndi gələk Bəhailərə. Bəhailərin
birinci mərkəzi ki qarxıblar bilirsiniz, əksəriyyətdə Şiraz tərəfləridir. Və bu bir hizbdir əslində. Dəqiqən bir hizb kimi idarə olunur. Hətta bunlardan pənahəndə olanlar hizb kimi gedərlər. Yəni, məsələn, bir nəfər əgər deyək, bir dana kətdə, bir şəhərin, bir ustanın, bir şəhərinin, bir kəndində bir dana ailə bəhaidir. Bu, gedər o şəhərin, yaxındakı şəhərin üzvü olar. Oranın komitəsinin, yəni gedər üzvünə adı yazılar, adresi yazılar, uşağının, özünün, arvadının adı yazılar. Yəni bu ailənin ki, onlar ki, bəhaidir bu ailədən, onların adı yazılar. Onlar daimən bu cələsədə şirkət elərlər, cələsələrində. Bir-birlərini tanırlar. Quzarış verərlər ustana. Ustandakı mərkəzləri quzarış verər Tehrana ki, ağa bizim bir nəfər filan ustandə, filan şəhərdə, filan kətdə qoşuldu bəhailərə, adı bu, şöhrəti bu, adresi bu, evi də filan yerdədir, arvadının adı, qızının adı, oğlunun adı, dədənin adı, babanın adı, bunlardır, neçəsi müsəlmandır, neçəsi şiədir. Bunlar bir zamanda İrandan çıxanda eyni bu cürsə yenə də bir şey yazırlar. Bunlar pənahəndəliklərdə elə bu şəkildə gedər. Yazarlar, deyərlər, ağa, məsələn, Həsən Nərimani, məsələn deyirəm, bu adda adam bilmirəm var yox, hətmən də olar, İranda belə bir ad, hətmən olar, amma heç kəsi qəsd eləmirəm. Həsən, adım beləsi deyək. Həsən, filan kətdən, filan, istir bəhaidir, bu adam istir, gəlibdir Sazman-ı Miləldən, istir, deyir ki, mənim canım, əmniyyətim xətərdədir, bəhaidir ya yox. Sazman-ı Milal bunu bəhailərdən soruşar, məsələn, Amerikada, ya Fransada olan bəhailərdən soruşar ki, bir nəfər gəlibdir, deyir, mən İranlıyam, adı budur, şöhrəti budur, doğum yeri də budur. Bu adam deyir ki, mənim adresim budur, mən bəhaiyəm. O, 20 saniyənin içində deməyək, 20 dəqiqənin içində zəng vurur Tehrana, deyər ki, bu adam kimdir? Onlar deyərlər, hə, bu adam filan kəsdir, dədəsi budur, nənəsi budur, arvadı budur, uşağı budur. Bunlardan filan müsəlmandırlar. Yəni, müsəlman ki, bəhailər özləri müsəlman bilirlər. Müsəlmandırlar, şiədirlər, amma bəhai deyirlər. Filanlar da bəhaidir. Sazman-ı Millələr gəlir, Sazman-ı Millələr bunu qəbul edir. Bir dənə hizbi kimidir, yəni aşağı üzvdən ta yuxarı üzvəcən hamısının hər şeyi bəlli olar. Adresi, gəliri, oyu, buyu, hər şeyi bəlli olar. Amma bunlar İrancıdırlar. Yəni, mən Təbrizli bəhai görmüşəm, Qərədağlı bəhai görmüşəm ki, İrancıdır. Azərbaycancı deyil. Deyirəm, sənə nə fərq elər? Sən ki, bəhaisən, Azərbaycanlısan, türksən. Yox, biz İranlıyıq. Niyə? Çünki bunların mərkəzləri Şirazdır. Bunların mərkəzləri Şiraz olduğu üçün, eyni necə ki, məsələn, bizim şiələrin, müsəlmanların mərkəzi Məkkədir. Nəhayətdə ora qıbladır da. Adamlar ora üz çörürlər, ora danışırlar. Hər neynəsən oranı bundan alanmazsın. Ya şiələrin, məsələn, Nəcəfi var, Kərbəlası vardı. Bunlar necə vardı? Ya Xorasanı vardı, Qumu vardı. Məsələn, İranlılar bunları yaradıblar. Bəhailərin də bir yerləri var. Ermənilər də bu cürdür. İran erməniləri, İran yəhudilər də bu cürdür. İndi bu zihniyyət hardan yaralanıb bu dinçidə, o komünistdə, o bəhaidə, o şiədə, o pan-İranistdə, o pan-farsistdə? Onu jurnalism yaradır. O baxışı, o camiənin jurnalismi yaradır. Nə ilə? Xəbərlə. Dedik ki, jurnalismdə xəbər ya mənəvi yaxınlığa görə yazılar, ya coğrafiyaya yaxınlığa görə yazılar. Yəni, məsələn, əgər mən Təbrizdə xəbərniqarlıq edirəm, ya Azərbaycanda xəbərniqarlıq edirəm, ya Azərbaycanda xəbərniqarlıq edirəm, ən mühüm hadisə, mənə jurnalistlik Azərbaycan deyəm, Təbrizdir. Sonra Təbrizin ətrafıdır, dairə getdikcə da gedir Astarıya. Yəni, suyunu otayır, Mərzə. Mərzə yetişəndə, indi Mərz haradır? Məsələn, məsələn deyirəm, Azərbaycan ruznamələrində ya veb-saytda siz Qəşqailəri çox görməzsiniz. Niyə? Çünki Azərbaycandan qırılıb o tərəflikdadır.
Güney Azərbaycanın qırılıbdır. Türkmen səhradan çox bir şey görməzsiniz. Çünki qırılıb o tərəflikdadır. Xorasanlılardan görməzsiniz. Çünki o tərəfdədir. İsfahan türklərindən, Yəzd türklərindən, Kirman türklərindən, Kaşan türklərindən, Simnan türklərindən bir şey görməzsiniz. Əraş türklərindən çox bir şey görməzsiniz. Çünki onlardan qırılmışıq əslində. Onları həm dövlət, diqqət buyurun, həm dövlət, həm təbliğat, həm camiə, həm jurnalist bizim zehnimizdə qırıb ki, Əraç türk deyil. Bilirik türkdür ha, hamı bilir türkdür. Hamı bilir ki, Əraçlılar türklər və əsil türklər. Qəşqailər əsil türklər. Türkmənlər əsil türklər. Xorasan türkləri əsildirlər. Kirman, Yəzd, İsfahan türkləri əsil türklərdirlər. Simnan türkləri Bəluçistanda yaşayanlar ya Bəndər Abbasın Bəndərdə yaşayanlar, Loristanda yaşayanlar, bu şehirdə yaşayanlar bunlar əsil türklərdirlər. 400 ildir, 500 ildir, 700 ildir gediblər o məntəqələrdə ya elə qədimdən o məntəqələrdədirlər. Dillərini saxlaya biliblər. Yəni dil içində dil, din içində din bəsləyiblər bunlar, saxlayıblar. Amma bizim zehnimizdə qırılıbdır. Baxın, bizim türkçülüğümüz görürsünüz nə qədər zəifdir. Farsların təbliğatı hər kəs türk, farsı bilsə, hər yerdə bilsə, ora Fars vətənidir və İrandır. Bizimki nədir? Mütəəssifanə. Biz zehniyyət sazi Güney Azərbaycanda zəifdir. Zehniyyət sazi ya dedik ki, dünya görüşü düzəltmək, cəhanbini yaratmaq Azərbaycanda %99, hətta veb-saytlarımızda. Hətta o veb-saytlar ki, fikirlər %100 Azərbaycancıdırlar. Hətta o adamlar ki, fikirlər %100 Azərbaycancıdırlar və hətta istiqlalçıdırlar. Mütəəssifanə bunların zehniyyətləri heç olmasa farslar əsasında tərif eləməkdir özlərini ki. Hər kəs türkü danışırsa, ya türkünü örgəşirsə, türkü və ora mənim vətənimdir. Amma Kürt, amma erməni, amma Bəhai, amma komünist İrani, amma bir Şiə İrani belə düşünür. Çünki onların zehnində media, radyo, televizyon, ruznamə, internet, sosial şəbəkələr, Telegram, Facebook, hər nə ki fikirləyirsiniz ki, oradan biz məlumat alırıq və məlumat yayırıq. Onların hançına baxsınız, görəcəksiniz, İran sözü Azərbaycan sözündən çox işlənir. İran türkləri deyirik. Azərbaycan türkləri deyirik. Nədən? Çünki biz bir ittihamdan qorxuruq. Bizə deyirlər pan türk. Əslən biz gərək iftixar eləyək ki, pan türkük. Bizim panlığımız difai və hüquqi pandır. Biz təhacümü və işğalgər pan deyirik. Biz əslən mən buradan eşitməmişəm. Bir nəfər türk deyə eşitməmişəm bunu. Hətta eşitməmişəm ifrati dərin türkdən. Deyək ki, biz Kürdləri gərək Kürdistandan salaq eşiyə və Kürd dili gərək aradan geçsin. Bir dana eşitməmişəm türk deyək ki, gərək Fars dili aradan geçsin. Erməni dili aradan geçsin və ermənilər aradan geçsin. Bizim baxışımız Səfəvi dövrəsindən bu üzə. Səfəvi dövrəsinin əvvəl 25 ilindən sonra. Savaşı qoymuşuq kənara. 25 il əvvəldə, 20 il əvvəldə biraz savaşımız çox olubdu. Ən böyük savaşımız da o savaşıdır. Türkiyə ilə, Osmanlılarla elədiyimiz savaşdır. Ərz edeyim xidmətinizə. Ondan sonra demək olar biz sülhüdə qalmışıq, sülhü qormuşuq. Bir də çox kiçik savaşlarımız olub, çox kiçik. Ondan sonra biz bir dənə sülh içində qalmışıq. Sülhü yaratmışıq. Ta Əfqanlılar gəlib, yəni Farslar gəlib,
bizi dağıdınca biz bir sülh içində qalmışıq. Və bu 200 il sülh fikri, insaniyyət fikri bizə genetik kimi bir şey olubdu. Genetik deyil ha bunlar özgeçmədir. Amma bizə içimizdə dəruniləşibdir bu qol farslar. İçimizdə içsəl olubdu. Bizim ruhumuzun, cismimizin bir parçası insançılıqdır. Humanity'dir. Bunun əksinə ki, Səfəviləri, o biriləri, bu biriləri qətli ama müttəhəm elirlər. Amma bunların heç birisi tarixdə düz deyil. Hamısı yalanlardılar ki, bizim ziddimizə yazıblar. Biz bunu inandırıblar bizə və mütəəssifanə bizlər də inanmışıq. Və onların da əsasında təkrar edirik. Bizdə bu cəhanbini yaranmayıb ki, tarix əgər bizim ziddimizdə bir söz deyir, onu nəf eləyək. Əzəm danaq. Niyə? Niyə? Bunu demişəm bir dəfədə. Lorların, farsların geçən 1400 ildə bir dənə şahı yoxdur. Hətta hökuməti, məhəlliləri yoxdur. İran mərkəzi bu gün deyirik, ya İran-ı Kəbiri, Fars Kəviristan, ya Kəviristan-ı Fars, adını qoya bilirik məmləkət adında, Kəviristan-ı Fars. Kəviristan-ı Fars ki, o tərəfdən Şirazın yaxınlıqlarından başlanır, gəlir, bu tərəfdən Quman yaxınlarına qədər və bu arada türklər də bunların içində milyonlar türk yaşır. Bu məntəqənin geçən 1400 ildə özünə aid hökuməti olmayıb. Bir dənə lorlardan, bu 1400 ildə bir dənə lorlardan Kərimxan Zənd, o da şahlıq eləməyibdi. O da özün vəkil rüaya deyibdi. Mən şah deyiləm deyibdi. Niyə vəkiləm? İstəyirəm ki, hökuməti bir dənə diqqət buyurun ha. O zaman hətta farsların zehniyyətində, şəriətinin bərəksinə, Türkləlik şəriətinin ziddinə, tərsəsinə, farslar mütəqiddirlər ki, Armani hökumət Səfəvi hökumətidir və Kərimxan Zənd deyir ki, mən vəkil rüaya, millətin vəkiliyəm ki, Səfəvi ailəsindən bir erkək oğlan tapam, bir erkək tapam, bu hökuməti verəm ona. Mən əmanətçiyəm, şah deyirəm. Bəs bu hökumət deyil. Həm də ki, nəhayətdə 20-25 il hökumət elibdir da, bilmirəm nə qədir, amma 25 il olmayıbdır fikirlərəm. Kərimxan Zəndin ki, qutarıbdır. Və bu lordu Fars deyil, Kəviristan-ı Farsdan deyil. Kəviristan-ı Farsdan əslən bir dövlət çıxmayıbdır. Deyləməyən Cilan-ı Mazəndarandır ki, Fars deyirlər. Dilləri də Fars deyil, farslaşıblar, amma Fars deyirlər. Deyləmiydilər. Əslən bunlara tarixdə deyirlər Deyləmistan da. Bunlar sonra adını qoyublar Cilan-ı Mazəndaran. Buranın adı Deyləmistandır. Onlar da bir müddət orada olubdu, bir hökumətləri olubdu. Bir miqdar da Xorasanda o siyah camegan nədir? Onlar olublar. Onlar da yenə bilirik ki, Xorasan Fars deyil. Xorasdan, bugünkü Ustan-ı Xorasan şərqi, cənubi, şimali nəmənə, belə bir yerə bölüblər mərkəzi nəmənə. Rəzəvi. Rəzəvi o cənubi, şimali, ya şərqi, o qərbi, belə bir şey bölüblər. İndi ötürək burasının şimali, cənubisin. Bura biraz da əşalıq şeylərə, Bəluçistan tərəfinə, Şirman tərəfinə, Yəz tərəfinə, biraz da üstə gedir, üstəki dövlətlərə, Tacikistan tərəflərinə zadına, o tərəfdən də Əfqanistan tərəfinə bir böyük mahaldır. Oranın da adamlarının bir çoxu türk, bir çoxu da ayrı dillərdədirlər. Ayrı qanlardandılar. Amma bu farslar çalışırlar, məsələn, bir ustan, indiki ustan, fərz buyurun ki, indi ustanı Fars, yəni Şiraz ətrafı. Bir müddət şuriş elibdi, tabi hökumət mərkəzi olmayıbdı. Məsələn, 1 il, 5 il, 3 il, 10 il. Bunlar onu hökumət bilirlər.
hökumət deyil ki. Bir il şuriş eləyibdi, özünə istəyib istiqlal alsın, istiqlal alamayıbdı. Getmişik, vurmuşuq, əzmişik. Biz türklər vurub əzmişik. Bizim dövrəmizdə olanları, necə ki, onlar Fars üstə gələndən sonra bizləri Qəşqayları əziblər, Türkmənləri əziblər, Azərbaycanı əziblər. Biz 3 dəfə hökumət qurmuşuq, 3 dəfə hökumət ələ gətirmişik, 3 dəfə də əldən verib, gəlib farslılar alıblar bu 100 ildə. Yəni, şəriət mədarının da hərəkatın bir hökumət bilsək, çünki o zaman şəhər kollən Azərbaycanın əlində idi. Deyə bildik ki, biz hökumətdəydik. Amma biz nədən şəriət mədarını hökumət bilmirik? Bədbəxtçılıqdır. Çünki bizim jurnalistimiz zehniyyət və dünya yaratmır. İdeoloji də yaratmır. Biz heç olmasa düşmənlərimizin qabağında, düşmənlərimizin taşkişindən istifadə etsək, gərək biz türk, pan-türkist, Azərbaycançı, türkçü olaq. Heç olmasa. Və bizim tərifimiz gərək bu ola. Hər yerdə, İran çərçivəsində hətta desək, hər yerdə türk yaşarsa və bu türkün yaşayışı 40 ildən çox olursa, ora mənim vətənimdir. Heç olmasa bunu deyə bilirik. Yəni, əgər bir nəslidən çox, çünki 35 il, indi mən dünən gecə amara baxırdım, bəlkə də yaymışam bu amarı, deyir ki, oğlanların evlənməkləri 27 yaşdan 33 yaşa candı, qızların evlənməkləri 23 yaşdan 30 yaşa candı. Yəni, bu sinnidə evlənirlər. Bu sinnidə də uşaqları olur. Yəni, 33-ə can da uşaqları olur. Yəni, hər 33 il ən çoxunda bir nəsl değişir. Yəni, mən yekəldim olduğum bir 33 yaşında adam, bir dənə də uşağım oldu. Mənim nəslim ikinci nəsl başladı. Nəsl değişdi. Buna türkçə qərinə deyirmişlər. Qərn yox, qərinə. Yəni, nəslin davamı, nəslin fırlanması, dolanması. İndi, əgər bir yerdə 40 ildən çox bir adam yaşayıbdır, türk yaşayıbdır, İsfahanda, Şirazda, Həmədanda, Kaşanda, Simnanda, Yəzdidə, Şirazda, nə bilim, Xorasanda, Bəndər-Əbbasda, Bəluçistanda, hər yerdə yaşayıbdır, eləyə bildik deyək ki, ora iki türk nəslin yaşayış yeridir. Və mənim toprağım. Diqqət buyurursunuz. Biz jurnalismin vəzifəsi cəhanbini yaratmaqdır. Cəhanbini nədir? İndi bunu da deyim, utarsın. Bir sahada da geçdik. Cəhanbini yəni bu ki, biz dünyaya oradan oturup baxacağıq. Yəni, əvvəl bizə bura mühümmüdür, sonra qıraqlar. Əvvəl bizə, məsələn deyək, Azərbaycanlılar mühümmüdür, yoxsa İranda yaşayan türklər mühümmüdür, yoxsa dünya türkləri mühümmüdür? Biz onun əsasında dünyamızı yaradacağıq və bu fikrin əsasında ideoloji yaradacağıq. Və onun əsasında eləyə biləcəyik ki, düşmənimizi qorxudaq. Biz əgər bir gün eləyə bilək ki, Qəşqayı türkləri, Buşehir türkləri, Bəluçistan türkləri, Əl-Əhvaz türkləri, Xorasan türkləri, Türkmenistanı Cünubi türkləri, Gilan-ı Mazəndaran türkləri, Azərbaycanın Ərdəbili, Azərbaycanın şərqisi, Azərbaycanın qərbisi, Azərbaycanın Zəncanı, Kürdistan, Kirmanşah, Loristan və o birisi 31 ustan ki İranda vardı ya, 32 ustan ki vardı. Bunların türkləri bir görək və bunları bir-birinə yapışdıraq. Və bunlar bizim ideolojimiz olsun. Və biz müəllim olmaq üçün köçək Təbrizdən. Nəyə Təbrizə bir belə? Nəyə Ərdəbilə? Nəyə Urmiyə? Nəyə Zəncana? Bir belə türk olubdu, burada qalıblar, savaddılar. Niyə getmirlər Türkmən Sahriyə? Niyə getmirlər Qəşqayistana? Niyə getmirlər Buşehrə, Bəluçistana, İsfahana, Şiraza, Kaşana, Yəzdə, Simnana, Kirmana, o üzə, bu üzə. Niyə getmirik? Niyə gedib burada bu hərəkəti gücləndirmirik? Niyə onlar bu bizim jurnalistimizin zəifidir? Jurnalistimiz
zehniyyət yaratmayıbdır fəal millimizdə. Ki, fəal millimiz Təbrizi dünyanın mərkəzi bilir, Urmiyəni bilir, Ərdəbili bilir, Zəncanı bilir. Qutardı. O halda ki, biz əgər bu 31 ustandə olan türkləri, hətta əgər o 10 ailə vəsl eləyək milli hərəkətə, düşmənin içində 10 dana ailəmiz vardı ki, düşmənimiz onlardan qorxa, o məntəqədə bizim ciddimizə çox ciddi bir iş görə bilməz. Və biz orada gücümüz vardı ki, o 10 ailəyə dayanaraq bir böyük hərəkat qaparaq gələcək. Amma bizim jurnalistimiz və roşan fikrimiz ideoloji yaradanmır, cəhanbini yaradanmır. Cəhanbinisi yumruqcandır, uqyanuscan deyil. Bir var ki, bizim cəhanbinimiz yumruğumuzcan ola beynimizdə, bir var ki, bir Urmu gölücən ola, ki, qurudublar, gene də belə olubdu, bir var ki, Xəzərcən ola, bir var İran böyüklükdə ola, bir var Türk dünyası böyüklükdə ola, bir var küre yerişəlikdə ola. Bizim gücümüz mütəəssifanə bu günləri yazanlarımızın gücü, fikri gücləri çox məhduddur. Jurnalistimiz bizim çox məhduddur. Jurnalismin işi dünya görüşü, cəhanbini yaratmaqdır və bunu insanlara təlqin eləməkdir, insanları bundan geçirtməkdir, insanları bundan çevirib, insanları yeni bir fikrə, yeni bir ideoloji, yeni bir istəyə, yeni bir arzulara doldurmaqdır. Əgər biz bunu yetişməmişik, doğru və düzgün jurnalist deyilik. Sağ olun, təşəkkür edirəm bu hissədə oldunuz. Bir qısa aradan sonra ikinci bölümünə xidmətçi olacağam. Buyurun.